Salam, hər vaxtınız xeyir olsun. Bugün 10 mayda keçirilmiş OTK suallarının izahına baxırıq. Sual 1. Ən çox növ müxtəlifliyinə malik olan aləmin nümayəndələrinin ilk dəfə quruya çıxdığı dövrdə. Ən çox növ müxtəlifliyinə malik olan aləm heyvanlar aləmidir ki, 2 milyona qədər nümayəndəsi vardır. Hansı ki, onların ilk dəfə quruya çıxan dövrü Silur dövrüdür ki, mollusklar və boğmayaqlıların bəzi nümayəndələri quruya çıxmışdır. İlk bitki toxumaları yaranmışdır. Söhbət Silurdan gedir. İlk bitki toxumaları yaranmışdır. Səhvdir. Pəndüzgəcli balıqlar meydana çıxmışdır. Fikri səhvdir. Devonda yaranmışdır. Toxumlu qıclar yox olmuşdur. Triasda. Planların ot və ağac şəkilli formaları yaranmışdır. Cavab D variantıdır. Dolly qoyununun genləri somatik hüceyrənin götürüldüyü qoyunun genləri ilə oxşardır. Bəli, çünki somatik hüceyrənin nüvəsi yumurta hüceyrəyə yerləşdirilmişdir və doğulan qoyun isə təbii ki, nüvəsi götürülən somatik hüceyrənin sahibinə oxşamış olacaq, çünki onun xromosomlarını daşıyır. İnsanda yastı sümüklə uzun borulu sümük arasında yaranır. Təbii ki, yastı sümük dedikdə çanaq sümüyü, uzun borulu sümük dedikdə isə bud sümüyünü götürərik və bud çanaq oynağı doğrudur. Mitozun sitokinez baş verdiyi fazasında sitokinez sitoplazmanın bölünməsi prosesidir ki, bu deməli telofazada baş vermiş olur. Telofazada isə bölünmə vətərləri itmiş olacaq. Çünki telofazada artıq profazanın əksi proseslər baş verəcək, bölünmə vətəri itəcək, nüvəcik formalaşacaq, nüvə pərdəsinin əmələ gəlməsi baş verəcək. Dünya okeanında bitkilərin biokütləsi digər canlıların biokütləsindən azdır. Təbii ki, hər yerdə bitkinin biokütləsi digər canlılardan daha çox olmuş olur, çünki onlar ilk günəş enerjisini alan produsentlərdir. Canlılar bərabər sıxlıqda paylanmışdır fikri yanlışdır. Yer kürəsində gedən fotosintezin 3/2 hissəsi yox, 3/1 hissəsi baş vermiş olur. Üst qatlarda yox, belə deyək də, dərinliklərdə, torpağın, yəni qumun üzərində, okeanların və dənizlərin dip hissəsində minerallaşma prosesi intensiv gedir. Günəş enerjisinin bütün dünya okeanındakı və suda olan canlılar 0,4%-dən istifadə etmiş olacaq. Xaçlı örümçək əqrəbdən fərqli olaraq malikdir. Təbii ki, xaçlı örümçəkdə tor vəzləri var 3 cüt, amma əqrəbdə tor vəzlərinə rast gəlinmir. Konjugasiya prosesində iştirak edən bitki təbii ki, Spirogyradır. Və Spirogyrada yaranan zigot sayı, biz bilirik ki, Spirogyrada 2 sap yaxınlaşır, 2 hüceyrə arasında möhtəviyyat bir-birinə qarışır. Hər ikisinin nüvəsi bir-birinə birləşərək bir zigot əmələ gəlir. Normalda bir zigot əmələ gəlir. Bir zigotdan 4 dənə spor əmələ gəlir ki, hər birinin xromosom sayı n olmaqla ümumilikdə 4n xromosom sayına malik olan sporlar əmələ gəlmiş olur. Bunlardan 3-sü sonradan məhv olur. Bir dənə ondan yeni Spirogyra əmələ gəlmiş olacaq. İndi baxaq ki, yaranan zigot sayını tapmaq üçün belə bir həll aparaq. 40n-də x ədəd zigot var idisə, 4n-də isə bir ədəd zigota malik olmuş olur. N-lər ixtisar gedir, bərabərdir 10. Y-də tapdıq cavabımızı 10. Əmələ gələn fərd sayı təbii ki, 40n-də x qədər fərd əmələ gəlirsə, 4n-də isə bir fərd əmələ gəlmiş olur. Bu zaman ixtisar apardıqda cavabımız yenə də 10 fərd olaraq qeyd edəcəyik. Onun üstünə 10 gəldikdə isə cavabımız 20-yə bərabər olmuş olacaq. İnsanın onurğa beyninin hansı şöbələrində simpatik sinirlər başlanğıc alınmır? Biz bilirik ki, simpatik sinirlər döşdən və beldən başlanğıc götürmüş olacaq. Döş və almır sözünü istifadə edirsə, döş-bel olan hissələri ixtisar aparırıq və cavabımız D variantı olacaq. Kliniki tətbiq üçün ilk yararlı antibiotik flemik hansı göbələklərdən almışdır? Təbii ki, burada ilk kliniki tətbiq üçün pensil göbələyindən alınmışdır. Burada qov göbələyi, tülkü qulağı göbələyi, D-də maye göbələyi, Y-də isə mukor göbələyi göstərilmişdir. Palıd bitkisi haqqında düzgün olmayan ifadəni müəyyən edin. Zoğunda yarpaqların sayı ayaqların sayına bərabərdir, çünki sadədir. Bu doğru fikirdir. Gövdəsində özək qatı bərk olur. Bu doğru fikirdir. Palıddır, qarağaçdır. Bunlar da bərk halda olur. Külək vasitəsilə çərpaz tozlanır. Bu fikir doğrudur. Yarpaqları torvari damarlanmışdır fikri doğrudur. Gövdəsinin ən enli qatı oduncaq hissə olmalıydı, amma
törədici toxumadan təşkil olunmuş deyil. Hansı ki, törədici toxuma dedikdə kambini nəzərdə tutur. Kambi bir qatılıdır və elə ömür boyu da bir qat olaraq qalmış olur. Daxili tərəfdə oduncağın illik halqalarının əmələ gəlməsində, xarici tərəfdə isə qabığın floema qatının əmələ gəlməsində iştirak edəcək. Bu fikir yanlışdır. 11. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Dağ laləsi və kələm göstərilmişdir. Dağ laləsi zambaqlar fəsiləsinin, kələm isə xaççəklər fəsiləsinin nümayəndəsidir. Yumurtalığında birdən çox yumurtacıq olur. Dağ laləsi qutucuqdur. Kələm isə buynuz meyvəyə aid olduğuna görə bir ortaya gedəcək. Çiçəkləri qrup halında yerləşir. Bilirik ki, dağ laləsi tək, kələm isə sadə salxım şəklində. Çiçək yanlığı eyni cür yarpaqlardan təşkil olunmuşdur. Bu sadə çiçək yanlığına malik olan dağ laləsinə aiddir. Çiçəkləri tək-tək yerləşir dağ laləsinə. Çiçəkləri iki qat çiçək yanlığına malikdir. Kəsası 4, ləçəyi 4 olan kələmə. Meyvə yanlığı açılandır. Meyvə yanlığı təbii ki, kələmi də, dağ laləsi də ümumiyyətlə paxla meyvəli, buynuz meyvəli, qutucuq meyvəli olan bitkiləri vaxtından əvvəl yetişməmiş yığırlar ki, özlərini yoxsa səpələyib yayırlar. Belə ki, paxla meyvədə, buynuz meyvədə, qutucuq meyvədə quruyanda qutucuq meyvə dəliklərindən tökülür. Paxla meyvə, buynuz meyvə isə qınları, taycıqları burularaq toxumlarını səpələyirlər. Yəni ki, 1-ə gedəcək 3, 4, 2-yə gedəcək 2, 5, 3-ə gedəcək 1, 6. Cavabımız C variantıdır. Çiyin qurşağında olan sümüklərin sayı çöl göyərçinində bilirik ki, bir cüt kürək, bir cüt körpücük, bir cüt qarğı olmaqla 6 dənə sümük var. Ev itində isə yalnız kürək sümükləri olduğuna görə 2-dir. 6-nın üstünə 2 gəldikdə cavabımız 8 edər. Bəs 8-ə uyğun cavab hansıdır? Qurbağanın arxa ətraflarında olan barmaqların sayı 10-dur. Zolaqlı kərtənkələnin ön ətrafında olan barmaqların sayı 10-dur. Zürafənin boyun fəqərələrinin sayı 7-dir. Qurbağanın onurğasında olan fəqərələrin sayı ümumiyyətlə 10 dənə sümüyə malikdir. Bunun 9 dənəsi fəqərədir. Əksər quşların caynaqlı barmaqların sayı isə ibarətdir 8 dənə. Cavabımız Y variantı olacaq. Şəkildə hidra göstərilmişdir. Şəkildəki canlının hüceyrələrində rast gəlinməyən hərəkət orqanoidinə malikdir. Biz bilirik ki, hidranın özündə miofibril var. Yumurta hüceyrəsində yalançı ayaq var və həzm hüceyrələrində qamçı var. Amma sırf olaraq hidranın özündə kirpik yoxdur. Amma ümumi olaraq yadınızda saxlayın ki, uşaqlar bağırsaq boşluqlar tipinə nəzər salsaq, meduza ayrı cinslidir və onun planula adlı kirpikli sürfəsi var idi ki, ümumi bağırsaq boşluqlar tipi olaraq desək, bütün hərəkət orqanlarına rast gəlinir. Amma sırf hidraya baxdıqda isə kirpik yoxdur bunlarda. Ona görə də infizor tərlik götürərik ki, infizor tərlikdə kirpiyə rast gəlinəcək. Badımcan çiçəklilərin gövdə yarpaqları adətən vəzili tükçüklərlə örtülüdür. Fikri doğrudur. Çiçək yanlığının bütün struktur elementləri bitişikdir. Çünki kasa 5 bitişik, ləçək 5 bitişik, erkəkcik 5 bitişikdir, dişiciyi 1-dir. Ən iri ləçəkləri yelkəndir. Bu paxlallara aiddir. Yumurtalıqlarında adətən bir yumurtacıq olur. Bu fikir mürəkkəb çiçəklilərə, taxıllara, bunlara aiddir. Öz-özünə tozlanan nümayəndələri yoxdur. Fikri yanlışdır. Bizə kartofu misal göstərə bilərik. Əksər nümayəndələri ot və ya kol şəkillidir. Fikri doğrudur. 1, 2, 6 cavabımız Y variantı olacaq. Yetkin insanda yalnız öz diş qrupu ilə qonşu olan dişlərin maksimal sayını müəyyən edin. 4 dənə diş qrupu olduğu nəzərə alınarsa, yəni bunlarda həm kəsici var, həm köpək var, həm kiçik ağzı var, həm böyük ağzı dişləri var və yalnız öz diş növü ilə qonşu olanlar 4 dənə kəsici dişlərdən ortada yuxarıda 2 kəsici, aşağıda 2 kəsici və arxa hissələrdən yuxarıda 2 böyük azı, aşağıda 2 böyük azı, sonra digər tərəfdə də 2 böyük azı, aşağıda da 2 böyük azı. Yəni 6 dəfə 2 12-yə bərabər olacaq D variantı. 33,5 yaşı yenicə tamam olmuş qadının 2 müxtəlif yaşlı uşağı vardır. Təbii ki, 2 müxtəlif yaşlı uşağı dünyaya gətirmək üçün hərəsində 9 aylıq hamiləlik keçirmişdir ki, bu 18 aya bərabərdir. 18 ayımız da 12 ay 1 il götürsək, 6 ay isə yarım il olaraq götürürük. 1 il 1,5 il etmiş olur. Bu qadının orqanizmində maksimum neçə yumurta hüceyrə geçmişdir? Biz də bilirik ki, 10-12 yaşında qızlar yeniyetməliyə başlayır maksimum dediyinə görə.
10-dan götürərik. 33,5-dən birincisi uşaqlara keçirdiyi hamiləlik dövründə bilirik ki, yumurta hüceyrə əmələ gəlməyəcək. Taparıq 32. Ondan sonra isə 32-dən 10 ili çıxarıq, taparıq 22. Sonra 22 ilin biz bilirik ki, bir ildə 28 günlük aybaşı siklindən bir yumurta hüceyrə əmələ gəldiyinə görə bir ildə 13 yumurta hüceyrə yetişmiş olur. Ona görə də 22-ni vurarıq 13-ə. 66, 22, 286 olacaq. Cavabımız D variantıdır. Sonra baxırıq, adi zəncir otunun sayının azalmasına səbəb olan amillərdən növdaxili mübarizəyə aid olanı müəyyən edin. Biz bilirik ki, növdaxili mübarizə ən kəskin mübarizə üsullarından biridir. Toxumları ilə bir çox quşlar qidalanır. Bu növlər arasıdır. Adi zəncir otun daha hündür formaları digərlərinə mane olur. Yəni, sadəcə zəncir otu arasında gedən mübarizə üsuludur. İnsanın böyrəklərində ilk sidik əmələ gələcək qədər bənzər kapsulda, son sidik əmələ gələcək qıvrım kanalcıqlarda. Cavabımız A variantıdır. İnsanda gözün güzehli qişası ağlı qişanın öndən davamıdır. Ağlı qişanın öndən davamı buynuz qişasıdır. Damarlı qişanın altında yerləşmir. Damarlı qişanın altında torlu qişə yerləşir. Damarlı qişanın önündən davamı olmalıydı. Billuru hər tərəfdən əhatə edir fikri. Billuru hər tərəfdən əhatə edir fikri yanlışdır. Gözün köməkçi aparatına aiddir. Yanlışdır. Albinizm xəstələrində qırmızı rəngdə olur. Əslində qırmızı rəngdə olur fikri də tam doğru deyil. Çünki gözün güzehli qişasında pigment olmur. Sadəcə ola bilər ki, işıq şüasının düşməsi nəticəsində orada olan çoxlu qan kapilyarlarında qanın damarın divarına yansıması nəticəsində qırmızı rəngli görünə bilər deyə bu fikir daha doğru görünür. ATF heyvan hüceyrəsinin hansı orqanoidində sintez olunur? Biz bilirik ki, ATF mitoxondriyada sintez olunur. Kalmar haqqında doğru ifadəni müəyyən edin. Kalmar bentoz orqanizmdir, xeyir, nektondur. Bu yanlışdır. Qanında hemosiyanin zülalı vardır. Bədəni gövdə və ayaqdan ibarətdir. Gövdə və ayaqdan deməyək, baş və gövdə hissədən ibarətdir. Bədəni iki taylı çanaq ilə əhatə olmuşdur, fikri səhvdir. Hermafroditdir və sürfəsi yetkin fərdə oxşuyur, yanlışdır. Qanında hemosiyanin zülalı vardır. Doğrudur. B. Valideynlərin genotipi heterozigotdur, yəni böyük A, kiçik A, böyük B, kiçik B, qara gözlü sağaxay. Bu demək ki, dişidir. Erkək isə homozigotdur, böyük A, böyük A. Homozigotdur, mavi gözlü solaxaydır. Demək ki, bu resesiv olacaq. Yəni, kiçik A, kiçik A, kiçik B, kiçik B. Bunları çarpazlaşdırdıqda alınan qametlər böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B, kiçik A, kiçik B şəklində buradan qametlər alınır. Digərindən isə kiçik A, kiçik B qamet alınır. Alınan fərdlərimiz böyük A, böyük B, böyük A, kiçik A, böyük B, kiçik B, böyük A, kiçik A, kiçik B, kiçik B, kiçik A, kiçik A, böyük B, kiçik B, kiçik A, kiçik A, kiçik B, kiçik B şəklində olmuş olacaq. Və buradan baxırıq ki, valideyn fərdləri oxşar olan biri budur, digəri isə budur. Yəni, həm qara gözlü sağaxay alınmışdır, həm də mavi gözlü solaxay alınmışdır ki, bu da 4-dən 2, 2-dən 1, bunu da 100-ə vurduqda isə 50% etmiş olacaq. Yəni, cavabımız B variantıdır. 23. İnsanın təkamülü sxeminə əsasən doğru ifadələri müəyyən edin. Bilirik ki, parapiteklərdən əmələ gəlmişdir diropiteklər. Diropiteklərdən isə avstralopiteklər. Nəyə görə avstralopiteklər? Çünki avstralopiteklərdən bacarıqlı insan Homo habilis əmələ gəlmişdir. Birincidə doğru ifadələr müəyyən edin. Birinci, X-də 3 şaxəyə başlanğıc veriblər. Parapiteklər doğrudan da 3 şaxəyə başlanğıc veriblər. Çünki belə deyək də, 3 şaxəyə ona görə başlanğıc veriblər ki, parapiteklərdən diropiteklər, hipponlar və oranqutanlar əmələ gəlmişdir. Y-də çanağın geniş olması sayəsində dik gəzə biliblər fikri doğrudur. X neogen dövründə meydana çıxmışdır. Xeyr, paleogen dövründə meydana çıxmışdır. Y-in baş beyni, yəni Y avstralopitekdir. Avstralopitekın baş beyninin həcmi 650 kub santimetrə bərabərdir. Baş beyinlərinin həcmi müasir insana bənzər meymunlara nisbətən daha kiçik olmuşdur fikri yanlışdır. Tam əksi olmuşdur.
olmuşdur. İnsana bənzər meymunların beyninin həcmindən daha böyük olmuşdur. X hippon şimpanzelərə başlanğıc veriblər. Hippon düzdür, amma şimpanzelərə yox, orangutana başlanğıc vermişdir. Y-in arxa ətrafları daha yaxşı inkişaf etmişdir. Bəli, avstralopiteklərin dik yeriməklə əlaqədar olaraq aşağı arxa ətrafları daha yaxşı inkişaf etmişdir. 1, 2 və 6 doğru cavabdır. Ürək kameralarının sayı 3 ürək kamerası vardır. Bədəndə dövr edən qan növlərinin sayı arterial venoz qarışıq qandır. Göz qapaqlarının sayı hərəsində 3 olmaqla 6 dənə göz qapaqları var. Cəmisi 12 ədəd. İnsan hüceyrələrinin xromosom sayının artma ardıcıllığını müəyyən edin. A qan hüceyrəsində bilirik ki, nüvəsi var, yəni olandan məhv olana qədər 46 xromosoma malik olur. Spermatozoiddə 23 xromosom vardır. Qaraciyər hüceyrəsində çox nüvəli olduğundan 46-dan çox, məsəl üçün 5 dənə nüvəsi olsa, 46-nı 5-ə vursaq 230 dənə xromosomu olacaq, tutaq ki, birdən çox nüvəsi olmuş olur. Down sindromlu insanın sayı əzələ hüceyrəsində 47 xromosom, yetkin eritrositdə isə ümumiyyətlə nüvə olmadığına görə xromosom sayı 0-a bərabər olmuş olur. Ona görə də artması sırası ilə düzsək, 5, 2, sonra 1, sonra 4, ondan sonra isə 3 olacaq. 5, 2, 1, 4, 3 şəklində düzmüş olacaq. Polipeptidləri müəyyən edin. Siz bilirsiniz ki, tirozin tərkibində aromatik quruluşu olan amin turşusuydu. Sonra xolesterin yağlara aid idi. Sonra tripsin təbii ki, fermentdir, zülaldır. Sellulaza fermentdir, zülala aiddir. Lizosim ağzımızda olan fermentdir. Bakteriosit tərkibə, yəni ki, bakteriyaları məhv etmək funksiyasını yerinə yetirir. Xitin də ki, bildiyiniz kimi karbohidratdır. Xitin yeri gəlmişkən yeganə tərkibində azot olan karbohidratlara aiddir. Cavabımız olacaq 2, 3 və 4. Sonra baxırıq 27-ci suala. Uyğunluğu müəyyən edin. Bizə inkişafı düzünə gedir fikrini söyləmişdir. Ağac qurbağası. Ağac qurbağasını həmən silərik, çünki o dolayı yolla inkişaf etmiş olur. Zağca və tetra, B və Y. B və Y gedəcək hara? Sidik axarları birbaşa kloakaya açılır. Çünki B və Y-də, yəni quşlarda sidik hissəsi olmadığından sidik axarları birbaşa kloakaya açılmaq məcburiyyətində qalır. Ürəyi 4 kameralıdır, bəli, doğrudur. Sonra gedirik 2-yə baxırıq. Sidik hissəsi vardır, ürəyi 4 kameralıdır. Təbii ki, burada hepart getmiş olacaq. Məməlilərdə sidik hissəsi var, ürəkdə 4 kameralıdır. Növbətidə isə qaldı zolaqlı kərtənkələ. Baxırıq ki, sidik hissəsi vardır. Sidik axarlar kloakaya açılır. Bəli, ümumiyyətlə qurbağalarda, bir də ki, sürünənlərdə böyrək axacaq sidik axarları gəlir, kloakaya açılır. Kloakadan yığılır sidik hissəsinə, ondan sonra yavaş-yavaş sidik hissəsindən açılır kloakaya doğru. Sonra şəkildə insan ürəyinin quruluşu və ona birləşmiş qan damarları təsvir olunmuşdur. Burada rəqəmlərlə qan damarları, kiçik hərflərlə ürəyin kameraları, böyük hərflərlə isə qapaqlar işarə olunmuşdur. Birinci orqandan çıxan eritrosit ikinci orqana gedib çatması üçün ürəyin kameralarından hansı ardıcıllıqla keçməsini müvafiq hərflərin ardıcıllığı şəklində yazın. Birinci orqanın qaraciyərin venası vasitəsilə aşağı boş vena ilə ürəyin sağ hissəsinə aparılır qan. Sağ hissəsinə aparıldıqdan sonra kameralardan keçəcək. Birinci sağ qulaqcığa gələcək, yazıram sağ qulaqcıq. Sonra gələcək B hərfi ilə göstərilmiş sağ mədəciyə tökülmüş olacaq. Sonra gələcək deməli C hərfi ilə göstərilmiş sol qulaqcığa. Sonra isə D hərfi ilə göstərilmiş gələcək sol mədəciyə tökülmüş olacaq. Sonra bizə deyir ki, cədvəli tamamlayın. Kiçik qan dövranına aid olan damarlar nömrəsi. Şəkilə baxırıq ki, 7-cidə ağciyər kötüyü göstərilibdir. 8-də göstərilib, tutaq ki, hansı tərəfə gedir? Sol ağciyər, sol ağciyər arteriyası göstərilibdir. Sonra 8-dən sonra göstərilibdir 3 və 6 ağciyər venaları göstərilibdir. Təbii ki, ağciyər kötüyündə və sol ağciyər arteriyasında venoz qan axacaq. Burada isə arterial qan axmış olacaq. Sonra baxırıq, ürəkdə yerləşən qapaqlar işarə M-lə işarə edilmiş qapaq taylı qapaqlardır. M-ə yazırıq taylı. N-lə isə işarə edilmiş qapaqlar ay, para.
Taylı qapaqlarda birinci fazada qulaqcıqların sistolası mərhələsində taylı qapaqlar açıq. Təbii ki, aypara qapaqlar isə bağlı olacaq birinci fazada. İkinci fazada isə mədəciklərin sistolası zaman taylı qapaqlar bağlı. Aypara qapaqlar isə açıq vəziyyətdə olacaq ki, qanı damarlara doğru qovsun.